Nazirlər Kabineti işğaldan azad olmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarların ödədiyi kommunal xidmətlər üzrə güzəştlərin maliyyə yardımları verilməsi ilə bağlı qaydaları dəyişiklik edir. Belə ki, yeni qaydalara əsasən İqtisadiyyat Nazirliyi yanındakı İqtisadi Zonaların İnkişaf Agentliyi məhz kommunal xidmətlərin ödənilməsi ilə bağlı adı keçən və həm qaydalarda əks olunan qurumların siyahısına əlavə olunur. Belə ki, həmin agentlik Qarabağda beləcə də Şərqi Zəngəzurda fəaliyyət göstərən iqtisadi zonalarda investisiya həyata keçirən sahibkarlar üçün kommunal xidmətlərdə güzəştlərin maliyyə yardımı verilməsini həyata keçirəcək. Nəzərə alsaq ki, Cənab Prezidentin imzaladığı fərmana əsasən Qarabağda, beləcə də Şərqi Zəngəzurda, işğaldan azad olmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarların ödədiyi kommunal xidmətlərin 20%-i dövlət büdcəsi hesabına ödənilir və bu ödənişlər aylıq olaraq dövlət büdcəsi tərəfindən qarşılanır. Məsələn, əgər sahibkarı fəaliyyəti ilə məşğul olan sahibkarın aylıq kommunal xərci 1000 manatdırsa, həmin 1000 manatın 200 manatı dövlət tərəfindən sahibkarın özünə qaytarılır. Burada məqsəd təbii sahibkarların kommunal xidmətlərin üzrə xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması, onların təşviq edilməsi, yaxından dəstəklənməsi və eyni zamanda işğaldan azad olmuş ərazilərimizdə daha çox sərmayənin cəlb edilməsinə nail olmaqdan ibarətdir. Praktik olaraq bu sahibkarlar üçün maliyyə baxımından xüsusi güzəştlərdən biridir. Güzəştlərin müddəti 10 ildir. Məhz güzəştlər tətbiq olunduqdan 10 il müddətində sahibkarlar ödədiyi kommunal xidmətlərə görə ödənişlərin 20%-ni geri almaq imkanlarına malikdir. O baxımdan hazırda işğaldan azad olmuş ərazilərimizdə fəaliyyət göstərən, investisiya quruluşu həyata keçirən sahibkarlarımız üçün artıq bu güzəştlərdən istifadə mümkündür. Bu təbii ki, xüsusi bir dövlət dəstəyidir və Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən, reallaşan güzəştlər beləcə də təşviq sənədlərinin istiqamətlərinin biridir və bu baxımdan da təbii ki, növbəti illərdə də sahibkarlarımız bu güzəştdən faydalana biləcəklər.